Ölkədə və dünyada baş verən ən son hadisələrdən xəbərdar olmaq üçün videonu bəyənib, kanala abunə olub, bizə dəstək ola bilərsiniz. İndi isə keçək xəbərə. Regionda ilin sonuna qədər havalar soyuq keçəcək. Səyyar TV Milli Aza istinadən xəbər verir ki, bu barədə Phobos Hava Mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets məlumat yayıb. O bildirib ki, 21 dekabrda Moskva bölgəsində yenidən qar yağmağa başlayıb və bu vəziyyətin ilin sonuna qədər davam edəcəyi gözlənilir. Qar ilin sonuna qədər əriməyəcək, əks olacaq. Qarşıdakı həftə ərzində Moskvada qarın qalınlığı 5-7 sm-ə, yeni ilə qədər isə 11-13 sm-ə qədər artacaq deyə sinoptik bildirib. Paralel olaraq Türkiyədə də oxşar proqnozlar verilib. Belə ki, Kandilli Rəsədxanası Meteorologiya Laboratoriyasının meteoroloqu Adil Tek İstanbulda qar yağma ehtimalına diqqət çəkib. Qlobal proqnoz modellərinə görə şimaldan gələn soyuq hava dalğası dekabrın 28-dən etibarən İstanbul və Mərmərə bölgəsində temperaturu aşağı salacaq. 29 və 30 dekabrda yağıntıların qar şəklində ola biləcəyi və bunun təxminən 4-5 gün davam edəcəyi gözlənilir. Qeyd edək ki, Azərbaycanda da yeni il bayramı günlərində hava durumunun necə olacağı maraq obyektindədir. Bundan əvvəl isə Bakıda qarlı havalarla bağlı hazırlıqlar barədə məlumat yayılmışdı. Belə ki, Bakı şəhər icra hakimiyyətinin tapşırıqlara uyğun olaraq şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. Məqsəd, rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirəsidir.